Bu günlərin biz həm təşəkkür edirik, həm də ki, bugünə müraciət edirik. Bax, bu saz aşığımızdan keçən dəfə biz Kamal əminin evini İbrahimov Kamal, deyən adı soyadını? İbrahimov Kamal Vaifoğlu, Kəlbəcər rayon Nazırxanlı kəndi. Bəli, Məcburi Köçkünlər Komitəsinə sağ ol deyirik, ev verilibdir. Cənab Prezidentimizə sağ ol deyirik, ev verilibdir. Şəhidlərimizin qarşısına baş əyirik, şəhid analarımızın qarşısına baş əyirik. Amma bizim Cənab Prezidentimizin və o cümlədən də Məcburi Köçkünlər Komitəsinin işinə kölgə salan bəzi dövlət məmurları var. Bax, adda qalır ki, təhqir eləyəm, təhqir eləmək, buradan gəlir, prosto gedə bilmir. Nəyə görə? İstəmirəm 147-148 maddələr arasılsın. Bəsdirin də, Cənab Prezidentimiz milyonlarla vəsait ayırıbdır və Kamal dayı püşkatmaya çağırılıbdır. Bu insana ev verilibdir, amma təəssüflər olsun ki, buyurun. Təəssüflər olsun ki, 2 ay 10 gündür Ağdərənin Bəhli kəndindən mənə püşkatmada ev təqdim olundu. Bugünkü günə kimi mən həmin ki evə köçə bilmirəm. Səbəbi, kəndin nümayəndəsinə deyirəm, şirkətə yaxınlaş. Şirkətə yaxınlaşıran Vahid adında bir şəxs var. Üzünə baxanda insan cildi də yoxdur. Deyir, Devlət Qaşqın.com-un mənə 650 min verəsi var. Nə vaxt həmən məbləği mənə verəcəkdir, mən sənin evinin kombi radiatorunu qoyub təhvil verəcəm. Hörmətli Prezident, sizdən çox xahiş edirəm. Mənim bu yaşayış vəziyyətimə baxın. Bəli. İnşallah, inanırıq. Ailəmlə, uşaqlarımla burada mən vəziyyətdə qalmışam. Bilirsiniz necədir? Bax, hörmətli izləyicilərimiz, Cənab Prezidentimiz milyonlarla gözəl işlər görürsünüz. Amma bəzi dövlət məmurları var ki, bu cür gözəl işlərə kölgə salırlar. Və bizim də istəyimiz odur ki, o gözəl işlərə kölgə salan insanlara ciddi tədbir görülsün. Bəli, demək, bizim Kamal əmmimiz dəfələrlə evə getmişik, ev verilir, evdən narasımız yoxdur, ev gözəl, amma demək olar ki, evin kombi sistemi yoxdur. Bu kombi satılıb mı? Bu kombi kimə verilibdir? Maşının bagajında kimə gedib? Nəyə gedibdir? Onun mənim işim deyil. Onun adiyyəti olan qurumlar və orqanlar və birbaşa hansısa strukturlar bu işlə məşğul olmalıdırlar. Xahiş edirik 20 avqust 2026-cı il inşallah inanırıq ki, bu ailə dəstək olunacaqdır və inanırıq ki, bir həftə inşallah 10 günə ora inşallah yenidən təmir olunacaqdır. Qəşəng şəkildə kombi sistemi qoyulacaq. Sonra nə çatışmazlığı var? Elə kombi sistemidir. Vəssalam. Vəssalam. İnşallah inanırıq, bir də inanırıq. Təşəkkürlər. Təşəkkür. Tamam ki, biz səni orada gözləyirdik. 20 gün bundan baxar da səni dəvət elədim evinə. İndi o kimsə o kombin qoymuşsa, o mənim işimdir. Amma xahiş edirəm ki, qoysun, Allah ürəyinə xoş olsun. Deyirəm ay Kamal ki, bizim dağlara Pakistanın gözü yumuşanda gəl. Biz pisliyi də yaxşılıqla qarşılayırıq. Çünki biz Kəlbəcərik. Biz kiməsə pisliyi eləmək istəmirik. Ayaqlarım qudusunda Verginin oğlanı Gülüşanda İnşallah. İnanırıq. Cənab Prezidentimizin siyasetine kölgə salan insanlara ağır olsun. O şərəfsizlərə ağır olsun. O bir qeyrətlərə ağır olsun ki, o cür gözəl işlərin qarşılığında kölgə salınlar. Ağır olsun o insanlara. Ay kəmdir hay verildin ölüm hayına Səzər dəllərin Gedir sayo Gedir sayo Vay. Eşk olsun. Acılar nevşədə boyun boyuna Qarşı kölgədə Eşk olsun. Ay yeri Kamal ocağı Getirdim ömrümü Devra. Sağ olasın diyeme. Teşekkürler.